Xoş gördük değerli izleyiciler. Güne davam izleyirsiniz. Saatlar 14:30'u gösterirse bilirsiniz ki her gün canlı yayımla sizinle görüşürük ve her gün sizin için mütləq xüsusi efirlər hazırlayırıq. Belə ki, davamlı izleyicilerimiz çox yaxşı bilirlər ki, həftə ərzində canlı yayımla sizinle görüşərkən gündəmi zəft edən mövzular, sizi narahat edən məsələlər, hətta sizin bizə ünvanladığınız mövzuları sizin diqqətinizə çatdırırıq ki, həyat keyfiyyətinizə müsbət təsir göstərək, mövsümü, dəyişən həyat fəaliyyətlərini, hər bir şeyi nəzərə alırıq. Bugün də həmən efirlərdən biridir və beləliklə efirimiz başladı. Sözü isə ötürürəm dəyərli həmkarıma Elnur. Günümüz uğurlu olsun. Ata, sən salamlayıram, tamaşaçıları salamlayıram. 13 noyabr 2025-ci il tarixində sizinlə bərabər həftənin 4-cü günü və hazırda bizi Azərbaycan televiziyasının canlı yayımı ilə izləyirsiniz. Əgər bu imkanınız yoxdursa, əlbəttə ki, mobil telefon vasitəsilə ASTV və mobil tətbiqi telefonlarınıza yükləyərək həm Azərbaycan televiziyası, həm Mədəniyyət kanalı İdman TV, o cümlədən beynəlxalq radio və Azərbaycan radiosunu dinləmək və bizi izləmək imkanınız var. Çünki çox maraqlı mövzular, aktual mövzulara toxunmuşuq və baş verən hadisələrin məhz müzakirəsini bugünkü efirimizdə edəcəyik. Bir çox mövzularımız var, amma ilk olaraq məhz işçilərlə bağlı, işə götürənlərin qarşısında duran vəzifələrlə bağlı çox mühüm məsələlərə toxunacaq. Bu təhlükəsizlik qaydalarıdır. Hər birimiz iş yerinə qəbul olarkən və istehsalatda baş verən o nəticələr, o hadisələrin qarşısını almaq üçün mütləqdir ki, insanlar maariflənməlidirlər və bugün səhər saatlarından artıq neçə gündür ki, məhz istehsalat sahələrində çalışan işçilərin başına gəlmiş hadisələrlə bağlı, hətta bu hadisələrin ölümlə nəticələnməsini də biz istəyirdik ki, xüsusilə vurğulamaq istəyirdik və səhər saatlarından artıq 2 xəbər bir-birinin ardınca təqdim olundu və istəyirik ki, bu mövzunu gündəmdə saxlayaq, maarifləndirmə işlərimizi biraz da sizə daha da yaxın edək ki, hər birimiz harada işləməyimizdən asılı olmayaraq məhz özümüzü qorumaq üçün nələri etməliyik. Bax, bu mövzu ətrafında istəyərdik ki, ilk qonağımızı dəvət edək. Təhlükəsizlik üzrə ekspert Orxan Musayev bugün bizimlə bərabərdir. Orxan bəy, xoş gördük. Xoş gəlmişsiniz, salamlayırıq sizi. Və əlbəttə ki, toxunduğumuz mövzularımız var və bu mövzuların hər biri bizim üçün çox önəmlidir. Biz burada nəyə görə dedim ki, işçi və işə götürənin qarşısında duran bir neçə məsələlər var ki, bunların hər birini mütləq buradan çatdırmalı bilməlidirlər ki, işə götürən öz vəzifə borclarını yerinə yetirərkən həm də təlim məsələlərini də ön planda saxlamalıdır ki, bu təhlükəsizlik qaydalarına bağlıdır. Biz bilirik ki, hər hansı bir idarəyə daxil olarkən təxliyə planları var. Bu təxliyə planları hər hansı bir gözlənilməz hadisə baş verəndə o hadisədən məhz tez bir zamanda yaxın qurtarmaq üçün çıxış yollarıdır və həmçinin bir çox tədbirlər görülməlidir ki, hər hansı bir hadisə baş verərsə və bugün səhər saatlarında restoran və yaxud bölgələrimizdə o beton qarışdıran maşının aşması nəticəsində, dünənki tarixdə məhz o sexdə, məzar daşları sexində daşın aşması nəticəsində insan ölümlə nəticələnən bir hadisənin baş verməyi, bu mütləqdir ki, bu mövzunu gündəmdə saxlayır ki, bu kimi hadisələrin qarşısını almaq üçün maarifləndirmə işlərini mütləqdir ki, aparmalıyıq. Və təbii ki, səhər saatlarında o restoranda baş vermiş partlayış nəticəsində bir xanımın dünyasının dəyişməyi, bu da artıq bir balaca insanlarda narahatlığı yaradır. Odur ki, elə sizinlə başlayaq ki, görək, bu təhlükəsizlik qaydalarında nəyə riayət olunmalıdır? Əvvəldən başlayaq ki, yavaş-yavaş bütün məsələlərə toxuna bilək. Xoş gəlmişsiniz. Xoş gördük bir daha. Bütün tamaşaçıları da efir vasitəsilə salamlayırıq. Həqiqətən də çox aktual və vacib olan mövzuya toxunmuşsunuz. Belə ki, təkcə ölkəmizdə deyil, dünyada hər gün istehsalatla əlaqəli bədbəxt hadisələr baş verir. Hər 15 saniyə ərzində bir nəfər dünyada istehsalatla bağlı həyatını itirir. Bu rəqəmlər çox ciddi rəqəmlərdir. Ona görə də istehsalatla əlaqəli baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması istiqamətində mütləq tədbirlər görülməlidir, addımlar atılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsində hər kəsin sağlam və təhlükəsiz şəraitdə işləmək hüququ təsbit edilibdir. MDB-də ilk dəfə olaraq qəbul edilən əmək məcəlləsində 33 maddə sırf əməyin mühafizəsi məsələlərinə həsr olunubdur. Yəni, bu da ölkəmizdə əməyin mühafizəsi məsələlərinə göstərilən diqqətin və qayğının təzahürüdür. Həqiqətən də iş yerlərində bədbəxt hadisələrinin qarşısının alınması üçün həm işə götürənlər, həm işçilər tərəfindən birgə addımlar atılmalıdır. İşçilər tərəfindən də müəyyən atılmalı addımlar var. Yəni, bütün məsuliyyət tam olaraq işə götürənlərin üzərinə də atılmamalıdır. Belə ki, işçilər işə qəbul olarkən bütün sahələrdə hüquqi və təşkilati formasından asılı olmayaraq
bütün müəssisələrdə işçilərə əməyin mühafizəsi üzrə təlimlər keçirilməlidir. Bu təlimlər əməyin mühafizəsi mühəndisləri və yaxud müəssisə rəhbəri tərəfindən təhkim olunmuş şəxslər tərəfindən aparılmalıdır. Bu təlimləri keçən şəxslər ilk öncə özləri bu sahədə müvafiq peşə ixtisas sənədinə malik olmalıdırlar. Bu təlimlər keçirildikdən sonra artıq işçilərin əməyin mühafizəsi üzrə bilikləri yoxlanılmalıdır. Biliklərin yoxlanılmasından uğurla keçən işçilər artıq işə buraxıla bilərlər. Bununla belə əməyin mühafizəsi üzrə görülən işlər yekunlaşmır. Belə ki, işçilər işə buraxıldıqdan sonra onlara mütəmadi olaraq nəzarət təşkil olunmalıdır. Əməyin mühafizəsi baxımından risklər qiymətləndirilməlidir. Yəni, hər iş yerinin, hər mühitin, hər ofisin, binanın, bundan əlavə də hər peşənin risk dəyərləndirilməsi, risk qiymətləndirilməsi, bu öncədən yəqin ki, planlaşdırılmalıdır və daha sonra hər bir iş görülməzdən öncə mütləq risklər dəyərləndirilməlidir və mövcud olan risklərin minimuma endirilməsi istiqamətində müəssisə rəhbəri tərəfindən addımlar atılmalıdır. Belə ki, ölkəmizdə Əmək Məcəlləsinin tələblərinə görə müəssisədə işçilərin sayı 50 nəfərdən çoxdursa, artıq əməyin mühafizəsi üzrə mühəndis vəzifəsi təsis edilməlidir. Və bu vəzifəyə müvafiq peşə ixtisas sənədinə malik olan mütəxəssis cəlb olunmalıdır. Lakin 50 nəfərdən az olan müəssisələrdə ölkəmizdə mövcud qaydalar onu tələb edir ki, müəssisə rəhbəri tərəfindən əməyin mühafizəsi üzrə işlərin yerinə yetirilməsi hər hansısa bir işçiyə təhkim olunmalıdır. Yəni 50 nəfərə qədər olan müəssisələrdə əməyin mühafizəsi üzrə işlərin görülməməsi deyə bir öhdəlik yoxdur. Mütləq ki, bütün bu işlərin yerinə yetirilməsinə görə müəssisə rəhbəri cavabdehdir. Ona görə əməyin mühafizəsi üzrə mühəndis vəzifəsinin təsis edilməsi üçün 50 nəfərin gözlənməsi mütləq deyil. Yəni 10 nəfər, 15 nəfər işçisi olan müəssisələrdə belə ola bilər ki, təhlükə riski həddindən artıq yüksək olsun. Orada mütləqdir ki, əməyin mühafizəsi üzrə mühəndis müəssisə rəhbərinə mövcud olan risklərlə bağlı məlumat versin. Əməyin mühafizəsi üzrə mühəndis vəzifəsinin öhdəliyi məsləhət verməkdən ibarətdir. Yəni, görə bilən hər bir risklərlə bağlı müəssisə rəhbərinə məsləhət verməlidir. Gündəlik olaraq yoxlamalar həyata keçirilməlidir, riskləri dəyərləndirilməlidir, işçilərin təlimlərində iştirak edib işçilərin düzgün, doğru təlimatlandırılmasını təşkil etməlidir. En azından deyim Orxan müəllim, xüsusilə vurğulamaq istərdim ki, hər bir idarədə biz bilirik ki, yanğın təhlükəsizliyinin qarşısını almaq üçün biz təbii ki, Fövqəladə Hallar Nazirliyinin rəsmiləri ilə də bu mövzu ətrafında danışmışıq ki, mütəmadi olaraq orada yanğın balonları var. O yanğın balonlarından doğru düzgün istifadə etmək qaydaları da həmin o idarələrdə işçilərə öyrədilməlidir, başa salınmalıdır. Və bununla bağlı bir çox şirkətlərdə, bir çox idarələrdə, mədəniyyət sahələrindəki fəaliyyət göstərən idarələrdə belə mütəmadi olaraq təlimlər keçirilir ki, hər hansı bir hadisə baş verildiyi halda hansı qapılardan çıxmaq lazımdır, işçilərin boynuna düşən yük nədir, nə etməliyik və yaxud iş yerini tərk eləyərkən nələrə diqqət etməliyik. Bax, bu kimi məsələlərin hər birində bir çox təlimlər keçirilməkdədir. İnsanlar da mütləqdir ki, bilməlidirlər. Və bilirik ki, Azərbaycanda da artıq müasirləşən Azərbaycanda tikinti işlərinə də artıq başlayılıb və quruculuq işləri aparıldığından yeni binaların tikilməsi və orada fəaliyyət göstərən insanların təhlükəsizlik qaydalarına əməl etməsi ən əsas məsələlərdən biridir. Çünki orada hündür mərtəbəli binalar tikilirsə, biz bilirik ki, işçilər orada xüsusi qaydalarla öz işlərini görməlidirlər. Və yaxud bugün səhər saatlarında restoranda baş verən hadisə artıq yenə də o restoranlarda fəaliyyət göstərənlərin, işə götürənlərin qarşısında böyük məsuliyyətlər qoyulur ki, qazlardan istifadə etmək və yaxud orada təmizlik işlərinin, yanğının qarşısını alması üçün təbii ki, bunu rəsmi qurumlar artıq rəsmi məlumat verəcəklər ki, hadisənin hansı səbəbdən törədilib. Amma biz bunun qarşısını almaq və yaxud öz öhdəliyimizdə, öz həyatımızı qorumaq üçün nələrisə mütləqdir ki, bilməliyik və məcbur etməliyik ki, bu qaydalara əməl olunsun. Doğru qeyd edirsiniz. Bugün səhər restoranda baş verən hadisə bir daha onu göstərir ki, müəssisələrdə 50 nəfərə qədər işçi sayı varsa, mütləq orada da təhlükəsizliklə bağlı müəssisə daxili qaydalar tənzimlənməli və bu qaydalar işlək vəziyyətdə olmalıdır. Biz beynəlxalq təcrübəyə əsaslana bilərik. Bir sıra ölkələrdə, məsələn, qardaş Türkiyədə artıq son zamanlar yeni bir qayda təsbit olunubdur ki, artıq müəssisədə 50 nəfərə qədər 5 nəfər belə, 1 nəfər belə işçi varsa, artıq orada
əməyin mühafizəsi ilə bağlı məsləhət xidməti alınmalıdır. Yəni bu müəssisə əməyin mühafizəsi ilə bağlı hər hansısa bir şəxslərlə, bu sahə üzrə peşə ixtisas sənədinə malik olan şəxslərlə müqavilə bağlamalıdır. Və bu müqavilə öhdəliyinə əsasən həmən şəxslər bu müəssisədə həftəlik, aylıq yoxlamalar həyata keçirməli və işə götürənə təhlükəsizlik ilə bağlı məsləhət verməlidir. Bu halda təbii ki, işə götürən də ona verilmiş məsləhətləri doğru düzgün icra etməlidir. Bəzən əməyin mühafizəsi üzrə mühəndislər tərəfindən, məsələn, hər hansısa bir təhlükələrlə bağlı işə götürənə məlumatlar verilir. İşə götürənlər tərəfindən bu işlərin icra olunmasına ciddi yanaşılmır. Bunun da nəticəsində bədbəxt hadisələr baş verir. Faciələr baş verir. Və işə götürənlər onu da anlamalıdırlar ki, təhlükəsizliklə bağlı öncədən ayrılan vəsait sonradan baş verən bədbəxt hadisə nəticəsində müəssisəyə dəyən zərərdən 5-10 dəfə daha aşağı olur. Yəni bu vəsaiti xərcləməklə ümumiyyətlə müəssisədə bədbəxt hadisələrin baş verməməsinə zəmin yaratmaq olar. Burada bədbəxt hadisələr dedikdə təkcə hündürlükdən yıxılma və yaxud tikintidən söhbət getməməlidir. Bugün baş verən restoranda mövcud hadisə onu da göstərir ki, bütün sahələrdə təhlükə mövcuddur. İstər ictimai yaşayış obyektlərində, restoranlarda, hətta avtonəqliyyat idarə edən şəxslərin belə bədbəxt hadisə ilə üzləşmə riski mövcuddur. Və bax, elə sualımı ora gətirmək istəyirdim Orxan bəy. Özünüz yaxşı ki, çox maraqlı bir keçid elədiniz. Çünki biz bilirik ki, müxtəlif sahələrdə müxtəlif hadisələr baş verir və bu yaxınlarda tikinti üçün istifadə olunan iri həcmli avtomobillərdən söhbət gedir. Yəni iri avtomobilləri idarə edənlərin də qarşısında böyük məsuliyyət dayanır. Çünki o avtomobillər döngəyə daxil olarkən və yaxud düzgün idarə edərkən sürət həddinin düzgün seçilməsi, döngədən düzgün istifadə etmək, yəni bu həcmlərin hər birinin nəzərə almalıdırlar və xüsusi təlim keçmiş sürücülər cəlb olunmalıdır ki, bu kimi hadisələr baş verməsin. Bu ictimai nəqliyyata da aiddir. İstər-istəməz avtobusdan istifadə edən insanlar var, gənc ola bilər, hər hansı bir çılğınlıq göstərib, hər hansı bir manevr qaydalarını pozmaq istəyərkən, yəni bunun da şahidi oluruq ki, bəzən ictimai nəqliyyat üçün xüsusi bir avtobus zolağı var, biz bilirik, bundan istifadə edirlər. Amma dayanacaqda dayanan avtobusu keçmək üçün və yaxud interval gecikməsi var, bilmirəm. Bunun qarşısını almaq üçün öz zolağından çıxır, manevr edir və bu zaman digər avtomobillər də bir təhlükə yaradır, sonra yenidən öz yoluna qayıdır. Bax, bunun qarşısını almaq üçün mütləqdir ki, maarifləndirmə işlərini etməliyik və bu barədə də danışmalıyıq. İstərdim ki, bax, tikinti sahəsindəki olan böyük həcmli avtomobillərin idarə olunmağı, sürücülərin məsuliyyətindən də biraz danışaq. Ümumiyyətlə, bu sahədə çalışan işçilərin mütləq təcrübəsinə xüsusi önəm verilməlidir. Yəni, bu sahədə işə qəbul olunarkən yalnız təcrübəli şəxslər işə qəbul olunmalıdırlar. Bundan əlavə, qəbul olunan işçilərin sağlamlıq imkanları o sahədə, o vəzifədə işləməyə imkan verməlidir. Buna görə də tibbi müayinənin doğru dürüst təşkili icra olunmalıdır. Bundan əlavə, təhlükəsizliklə bağlı həmən işçilər işə qəbul olunarkən və dövrü olaraq təlimatlandırılmadan keçirilməlidir. Neçə müddətdən bir təlimat? Mövcud qaydaların tələblərinə görə 3 aydan bir dövrü olaraq təlimatlar keçirilməlidir. Lakin elə müəssisələr var ki, artıq bu təlimatlandırmanı hər gün icra edirlər. Bu da əməyin mühafizəsi sahəsinə verilmiş böyük töhfədir. Belə ki, işçilər hər gün müxtəlif mövzular üzrə təlimatlandırılır. Orada istər yanğın təhlükəsizliyi, istər qaz təhlükəsizliyi, istər hündürlükdə görülən işlər, istərsə də avtonəqliyyat vasitəsini idarə edərkən təhlükəsizlik qaydalarından bəhs edilir. Müəssisələrdə təkcə yıxılma və yaxud hər hansısa bir yükün insanın üzərinə aşmasını deyil, artıq yanğın təhlükəsizliyi, qaz cihazlarının istismarı zamanı təhlükəsizlik qaydaları, hərəkət zamanı pləkanlardan qalxarkən və yaxud düşərkən, nərdivanlardan istifadə edərkən, hər hansısa bir ofis şəraitində hətta istifadə olunan kompüteri, printeri belə qaldırarkən, qoyarkən bütün təhlükəsizlik qaydalarına riayət olunması üçün maarifləndirilmə tam aparılmalıdır. Bir də əlavə edeyim ki, Aytaç, üzrlü sayı, çünki bir çox hadisələri izləyərkən görürəm ki, restoranlardan danışıq, düzü bu mövzunu yekunlaşdırmışlar. Amma bir daha qayıtmaq istəyirəm ki, restoranlarda fəaliyyət göstərən sobalar var. O sobaların doğru düzgün təmizlənməməsi sonradan yanğınlara gətirib çatdırır. Çünki o havalandırma sistemi doğru düzgün işləmədiyi halda havalandırma içəriyə vurur və belə olan halda havalandırma əgər bayıra getmirsə, daxildə bir yanma baş verir.
Bilirsiniz, sobaların tüstü bacaları ildə 2 dəfədən az olmayaraq təmizlənməlidir. Təmizlənməlidir ki, istər təbii qaz sızması, istər dəm qazı sızması olmasın. Çünki bilirsiniz ki, təbii qaz sızması mövcud olarsa, mənzilə və yaxud obyektə daxil olan şəxs elektrik naqilini işə salarsa, elementar götürək, işığı yandırarsa artıq partlayış hadisələri qaçılmaz olur. Və statistikalarda onu göstərir ki, baş verən təbii qaz sızması nəticəsində partlayış hadisələrinin demək olar ki, əksəriyyəti mənzilə daxil olan şəxsin işığı yandırmasından başlayır. Mənzilə daxil olarkən qaz sızmasını müəyyən etmir. Halbuki dəm qazı sızmasını müəyyən etmək o qədər də çətin deyil. Yəni, çürümüş yumurtaya bənzər bir qoxu verir. Və o qoxunu müəyyən edib dərhal havalandırmanı təşkil etmək lazımdır. Ümumiyyətlə, istər dəm qazı, istər təbii qaz sızmasını müəyyən etmək üçün biz daha öncələr də bu barədə çox danışmışıq. Qaz detektorlarının quraşdırılmasının xüsusi əhəmiyyəti vardır. Qaz detektorları istər dəm qazı sızmasını, istərsə də təbii qaz sızmasını müəyyən edən ən əlverişli və ucuz vasitədir. Belə ki, mənzildə təbii qaz detektoru quraşdırılarsa, təbii qaz sızması mövcud olan kimi detektor işə düşür və insan evdə olmasa belə mənzilə, obyektə təbii qazın verilməsini sayğacdan birbaşa dayandırır. Və insan da mənzilə obyektə gələrkən qazın olmadığını müəyyən edir və təbii qaz sızması partlayışından sığortalanmış olur. Bundan dəhşətlisi isə dəm qazı sızmasıdır. Dəm qazı sızması insan instinkti tərəfindən heç cürə mümkün deyil ki, müəyyən olsun. Çünki onun heç bir özünə görə spesifik xüsusiyyəti yoxdur. Qoxusu yoxdur, rəngi yoxdur, insan tərəfindən müəyyən oluna bilmir. Bunun müəyyən olunması üçün ən gözəl vasitə dəm qazı detektorlarının quraşdırılmasıdır ki, qaz cihazları istismar olunan otaqlarda, obyektlərdə bu quraşdırılmalıdır. Və dəm qazı detektoru işə düşərsə, dərhal havalandırma təşkil olunmalı və həmən məkanı tərk etməlidir. Çünki Orxan bəy, sadaladığınız bu hallar, misal üçün, məkanı tərk etmək, işığı yandırmamaq və s. digər bu məqamlar, bayaq iş yerində bir neçə nüansı sadaladınız. Bu həm də psixoloji təhlükəsizliklə əlaqəlidirmi? Misal üçün, mən təhlükəsizlik haqqında oxuyanda belə bir məlumat var idi ki, orada ola bilər ki, işçi, insan təlimatlanıb, bir neçə videoya baxıb, hətta təlim keçib, ayrıca xüsusi bir təlim alıb, amma psixoloji təhlükəsizlik qaydalarını bilmirsə, hadisə baş verən anda özünü itirəcək, ilk olaraq etməməli olduğunu edəcək. Yəni, qoxunu bilsə belə çaşıb ilkin olaraq işığı yandıracaq. Bu psixoloji təhlükəsizliklə bağlıdır, ayrıca təlim olmalıdırmı? Təbii ki, həm işçilərin işə qəbul zamanı təlimatlandırılması ərəfəsində işçilərə psixoloji təhlükəsizliklə bağlı məlumatlar verilməlidir. Çünki siz doğru qeyd edirsiniz. Ümumiyyətlə, psixoloji baxımından hadisə vaxtı özünü itirmək doğru olmayan davranışların yerinə yetirilməsinə səbəb olur və insan həyatını riskə atır. Biz bu psixoloji təhlükəsizlik məsələsinə xüsusilə zəlzələ zamanı davranış qaydalarında mütəmadi toxunuruq. Çünki zəlzələ zamanı bəzən insan özünü itirir, doğru olmayan addım atır. Bununla da istər təxliyə olunma vaxtı gecikir, istərsə də öz həyatını riskə atmış olur. Ona görə də iş yerlərində də işçilərin ümumən fövqəladə hallara və təhlükələrə psixoloji hazırlığı yüksək səviyyədə olmalıdır. O zaman son olaraq ilk 3 qızıl qayda və yaxud 5 qızıl qayda varmı iş yerlərində? Təhlükə, risk, hansısa bir hal baş verəndə qızıl qaydalar varmı? Nələrə əməl etmək lazımdır? Yoxsa bu hər təhlükəyə görə dəyişirmi? Bu da elə olsun mövzumuzun sonuncu sualı. Ümumiyyətlə, müəssisə rəhbərləri tərəfindən 3 qızıl qaydaya əməl olunarsa və tətbiq olunarsa, mən belə deyərdim ki, müəssisələrdə və iş yerlərində ümumən baş verə biləcək bədbəxt hadisələrinin sayını azaltmaq mümkündür. Bu 3 qayda nədən ibarətdir? Təhlükəsizliklə bağlı tədbirləri təşkil etməlidir müəssisə rəhbəri. Təşkil etdikdən sonra bu tədbirlərin icra olunmasını yoxlamalı və nəzarət etməlidir. Bu tədbirlər əgər əməl olunmursa, bununla bağlı tədbir görməlidir. Yəni, bu 3 mərhələli addımlar atılarsa, artıq iş yerlərində istehsalatla bağlı bədbəxt hadisələrin sayını azaltmaq mümkündür.
Orxan bəy, çox sağ olun gəldiyiniz üçün. Çox sağ olun suallarımızı cavablandırdığınız və bugün baş verən, artıq bir neçə gün ərzində baş verən hadisələrə münasibət bildirmək üçün mütləq idi ki, dəvət etdiyimiz bu mövzuda dəyərli fikirlərinizi səsləndirdiniz. Çünki elə bir hadisələr olur ki, mütləqdir ki, həmin o ərəfədə, həmin o hadisələr fonunda biz insanlarımızı yenidən maarifləndirməliyik. Bəzən də elə mövzular seçirik, burada müzakirə edirik ki, qarşısını alaq, hər hansı bir hadisənin qarşısını alaq və çox sağ olun ki, gəldiniz. Təhlükəsizlik üzrə ekspert Orxan Musayev suallarımızı cavablandırdı. Hal-hazırda əziz tamaşaçılarımız, Güne davamı izləyirsiniz. Fasiləyə ayrılacaq. Fasilədən sonra növbəti mövzular ilə qarşınızda olacaq.